Natiq dünən bir restoranda belə bir vəziyyətlə qarşılaşdım. Sifarişi alanda qiymətləri şifahi olaraq bildirdilər, amma ödənişə gələndə qəbizdə tamam fərqli məbləğ yazılmışdı. Təəssüf ki, bu cür hallarla hələ də qarşılaşırıq. Amma qanunvericilikdə bunu tənzimləyən tələblər mövcuddur. Buna əsasən restoranda istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır. İstehlakçılar menyuda təklif olunan bütün məhsulları, göstərilən əlavə xidmətlər və onların qiymətləri ilə tanış olmalıdır. Müştəri ilə hesablaşmalar menyuda göstərilən qiymətlərlə aparılmalıdır. Aha, mən də elə bilirdim. Bəs menyuda nələr əks olunmalıdır? Əslində menyuda hər şey dəqiq göstərilməlidir. Hər yeməyin, eləcə də içkilərin adı, növü, qiyməti, pay həcmi və tərkibi dəqiq yazılmalıdır. Bunlarla yanaşı göstərilən əlavə xidmətlərin dəyəri, o cümlədən olduğu təqdirdə servis haqqının məbləği menyuda aydın göstərilməli və menyu sahibkar tərəfindən təsdiq edilməlidir. Bir də bilirsən nədə çətinlik çəkirəm? Bəzi yerlərdə menyu xarici dillərdə olur. Bəs bu məsələ necə nizamlanmalıdır? Qanunvericiliyə əsasən menyular mütləq Azərbaycan dilində olmalıdır. Zəruri hallarda xarici dillərdə də tərtib oluna bilər, xüsusilə turistlərin daha çox olduğu yerlərdə. Bayaq əlavə xidmətlər dedin. Əlavə xidmət deyəndə nəyi nəzərdə tutursan? Yaxşı sual verdin. Bütün əlavə xidmətlər, uşaq əyləncəsi, canlı konsert və s. üçün sahibkar ödəniş tələb edəcəksə, bu əvvəlcədən menyuda və ya iaşə obyekti daxilində hər kəsin aydın görə biləcəyi yerdə qeyd edilməlidir. Bu, qanunvericiliyin əsas tələblərindəndir. Çox faydalı məlumatlar verdin, təşəkkür edirəm. Buyur Vəfa, məlumatlı istehlakçı olmaq lazımdır ki, haqqını tələb eləyə biləsən. Hüquqlarını bil və tələb et.